Bir işin çətinə düşəndə istixarənin belə bir forması var ki, namaz qıl 2 rükət, sonra dinən ki, əstəxirukə ya Allah 100 dəfə dinən. Sonra deyir, hadisələr sənin xeyrinə cəryan edəcək. Bil ki, Allah götürdü ixtiyarına. Allah ixtiyarına götürdü. Mənası bu deyil ki, hər şey qaydasında gedəcək, yox. O bəlalar yenə gələcəyim. Amma bilirsən, hər şey sənin xeyrinə cəryan edir. Bəzi adamlar istixarə edir ki, bu qızla evlənməyim, yaxşı gəlir. Sonra o qız onun nə qədər yemək içdiyi var idi, hamısını burnundan tökür. Bu deyir ki, bəs necə oldu ki, Allah dedi ki, bu yaxşı gəldi. Bu yaxşı gəldi, pis gəldilərin arxasında o dayanmır ki, sən istəyən kimi olacaq hər şey.